Hər vaxtınız xeyir olsun əziz dostlar. Mən Yadigar Nağıyev. Geosiyasət simulyasiyamızın rəhbər videolarına davam edirik. Üçüncü rəhbər videomuzda biz bugün finans, yəni maliyyə, daha sonra kənd təsərrüfatı, sənaye nazirliyi, xidmət sektoru, turizm, enerji və ətraf mühit barədə danışmış olacağıq. Bunların necə işlədiyini öyrənmiş olacağıq. Birinci əziz dostlar, finans hissəsindən başlaya bilərik. Biz buna Maliyyə Nazirliyi, yəni İqtisadiyyat Nazirliyinin müəyyən şöbələrindən biri olan, yəni Maliyyə Nazirliyi də deyə bilərik. Birincisi, əziz dostlar, bura baxdığımızda qarşımıza bildiyiniz kimi Growth Forecast for 2026 yazısı çıxmaqdadır. Yəni bu 2026-cı il üçün GDP'nin artım sürətinin proqnozdur sadəcə bu. Tuta da bilər, tutmaya da bilər. Hal-hazırda gördüyünüz kimi 7,10%'lik bir artım gözlənilir. Bu artımın olmağı halında isə təxminən GDP'nin, yəni ümumi daxili məhsulun 24-25 trilyon olacağı deyilə bilər. Bu proqnoza əsasən danışsaq. Təbii ki, bu proqnozun üstündə faizlər gəlsə, o halda GDP'miz, yeni GDP'miz o qədər artmış olacaq. Təbii ki, bunun tam əksinə bu təxminlər geriyə çəkilə bilər. Ki, bu məntiqlə baxanda hal-hazırda çox rahat formada buna deyə bilərik ki, geri qayıdaq, 6,5%'lik bir inflyasiya gördüyünüz kimi bu artımın altında qalır. Yəni bu artım əgər bu qədər davam etsə, təbii olaraq inflyasiyanın artma riski də var. Gəldik əziz dostlar indi GDP'yə. GDP'nin nə olduğunu bilməliyik. Əslində biz ikinci bölümdə səhv etmirəmsə ki, belə olmalıdır. Biz inflyasiyadan danışarkən çörək nümunəsi vermişdik. Bu çörək nümunəsində verərkən demişdik ki, kəndimizdə 10 ədəd çörək istehsal olunur, 10 nəfər olduğu üçün və hər gün 10 manat, yəni çörəklərin biri 1 manatdan olmaqla 10 manat, belə deyək, çörəkçimiz pul qazanır. Amma bir gün kəndimizə gələn o 5 nəfərlə birlikdə çörəyi artan tələbat qiymətlərin 1 manatdan 1,5 manata, yəni inflyasiyanın çörək üzrə 50% artımına səbəb olur. Bunlardan danışmışdıq. Əziz dostlar, GDP, yəni ümumi daxili məhsulu danışmaq olar. Bu da nədir? GDP, yəni ümumi daxili məhsul, ÜDM deyib, ümumi daxili məhsul, ÜDM deyə Azərbaycan dilində adlandıra bilərik. Ümumi daxili məhsul ölkə içərisində istehsal olunmuş əsas malın bazar qiymətinə vurulmasıyla əldə olunur. Yəni, deyək ki, 10 ədəd çörəyimiz olduğunu fərz edək. 10 ədəd çörəyimiz olanda biz nə qədər qazanırdıq əvvəl? 1 manatdan 10 manat qazanırdıq. Tələbin artmağı ilə birlikdə bu qiymət neçə oldu? 15 manat oldu. Və burada nə yaşandı? GDP artdı. Çünki GDP miqdar artmasa belə, qiymət artsa da nominal olaraq, əziz dostlar, GDP artmış olur. Çünki nə dedik? Mal və xidmətin bazar qiymətinə bərabərdir. Ölkə içərisində də istehsal olunmağı lazımdır. Və görürük ki, çörək ölkə içərisində istehsal olunur və çörək gördüyünüz kimi bir mənalı şəkildə sayı artmasa da qiyməti artdığı üçün GDP'dəki payı artmış olur. Digər tərəfdən biz düşünək ki, əziz dostlar, çörəyin sayı 15'e çıxdı, qiymət yenidən 1 manata düşdü. Fərqi yoxdur. Qiymətlə say eyniləşdiyi üçün, yəni 10 ədəd satılanda da 15 manat idi, 15 ədəd satılanda da 15 manat olmuş olur, yəni ümumi gəlir. Çünki birində 1,5'dən, birində isə 1 manatdan satılır və bu GDP'yə eyni təsir bağışlayır. Amma deyək ki, qiymət artmadı, istehsalat artdı. Bax, bu əsl real böyümədir GDP cəhətdən. Ki, yenə də bunu hesablayarkən sayı qiymətə vuraraq GDP'dəki payı tapırıq. GDP'dəki payı taparkən də qeyd eləmək lazımdır ki, GDP'nin belə deyək,
daxilində çörək nümunəsində olduğu kimi xam mallar çıxılır, ara mallar çıxılır. Ondan sonra işçi əməyi və sairə kimi sərmayə bunlar daxil edilir. Onun əsasında GDP-dəki tam qiyməti göstərilir. Çünki çörək istehsal olunarkən un satılmışdı. Un istehsal edən tərəfindən. Taxıl satılmışdı. Taxıl istehsal edən tərəfindən. Onsuz da orada onlar satıldığı üçün onsuz da öz adları ilə qeydiyyatdan keçiblər. Gəlib bir də çörək istehsalatında iştirak etdikləri üçün ayrı-ayrı hesablana bilməzlər. Ona görə onlar çıxılır. Oradan çıxılandan sonra geriyə qalan bütün xərclər hamısı ilə birlikdə xalis gəlir və s. də hesablanaraq GDP-dəki payı tapılmış, öyrənilmiş olur. Yəni GDP-nin birinci amilini öyrəndik ki, sayın artmağı, 2 qiymətin artmağı. Say artsa da GDP arta bilər, qiymət artsa da. Amma belə bir şey də var ki, deyək ki, qiymət azalır, amma say çoxalır. Orada artıq Adam Smith'in dediyi kimi fayda mexanizması ilə işləyən bu sahibkarlar, istehsalatçılar belə düşünə bilərlər ki, mən itirirəm, satış qiymətlərim azalır, mən bu qiymətdən artıq xərcimi qarşılaya bilmirəm. Mən ən yaxşısı istehsalatımı azaldım ki, xərcim çıxmış olsun. Yəni şirkətlər adətən, bildiyimiz kimi gəlir qazanmaq üçün işləyirlər. Yəni gəlir itkilərin yaşandığı bir yerdə şirkətin varlığından danışmaq da mümkün deyil. Şirkət olmasın, sahibkar olsun, fərqi yoxdur. Burada da GDP dediyimiz kimi azalma ehtimalı olarsa, miqdarında yaşanan azalma, qiymətində yaşanan ucuzlaşma da GDP-nin aşağıya doğru çəkilməyinə səbəb ola bilir. Ən ideal məsələ istehsalatın artdığı, qiymətin sabit qaldığı bir GDP-dən danışa bilərik ki, bu GDP həqiqətən sağlam bir GDP ola bilər. Yəni GDP-nin nə olduğunu anladıq. GDP-yə təsir edən faktorlar var, onlardan danışaq. 1. GDP-yə təsir edən faktorlar 3 əsas faktoru götürə bilərik. 1. Dövlət hakim rolunda çıxış edir. 2. İstehsalatçı. 3. İstehlakçı. Yəni alıcı, satıcı və alıcı. Deyək ki, əziz dostlar, satıcı çörək nümunəsində olduğu kimi çörək istehsal edib satır, onun alıcı tərəfindən alınmağı lazımdır. Alınmadığı təqdirdə təbii ki, təklif çoxaldığı üçün qiymətlər azala bilər. Tam əksi isə tələb çox olduğunda, təklif az olduğunda, insanlar daha çox almaq istədiyində isə qiymətlər arta bilər. Bunu bildik. Burada da qiymətlərin artımına səbəb olan nə idi? Tələbatın olmağı, yəni istehlakın olmağı ki, istehlak nə qədər artarsa, nə qədər ingilis dilində biz buna consumption deyirik, nə qədər consumption artarsa, production da, yəni istehsalat da özünü buna fokuslayacaq. Təbii ki, bütün istehsalatçılar üçün arzu olunan nədir? Qiymətlərin artmağı və daha çox gəlir qazanmaq. Bunu görəcəyik. Bu qısa müddətdə belə deyək ki, bir il üçün, 6 ay və 1 il üçün deyək ki, müəyyən qədər ölkə iqtisadiyyatına problem yarada bilər. Amma əgər bu artan xərclərdən insanlar, sahibkarlar gəlir qazanırlarsa, diqqətli olmaq lazımdır. Bu bir. İkincisi, bizim elə məqsədimiz nədir? Bizim məqsədimiz odur ki, elə etməliyik ki, dövlətin istehsalatçıları daha da böyütsünlər, daha da inkişaf etsinlər, daha çox satış, daha çox istehsalat etsinlər. Dövlət olaraq burada 2 yolu da yoxlamalıyıq. 1. Əgər insanlar alım etmirsə, yəni əllərindəki pul azalırsa, dövlət faizdən istifadə edərək və yaxud da insanların maaşlarını artıraraq, müəyyən dəstəklərlə insanların əlinə keçən pulu artıraraq qiymətlərin, belə deyək, daim dinamik qalmağına, istehsalatçıların da gəlir qazanmağına, bu artan tələb qarşısında da istehsalatı özlüyünü artırmağa sövq edə bilər. Və yaxud da tam əksinə, deyək ki, istehsalatçının deyək ki, gəliri azalır, istehsalatçı, belə deyək ki, satış qiyməti aşağı düşür, dövlət bu anda müdaxilə edərək, belə deyək, burada xüsusi müqavilələrlə başqa dövlətə bu malı sata bilər. Əgər bu mal daxili tələbatı təbii ki, qarşılayırsa, dövlət buna gedə bilər. Sonra ikinci GDP-yə daxil olan məsələ, əziz dostlar, bir mənalı şəkildə dövlətin yatırımlarıdır. Yəni dövlət verdiyi yatırımlarla, belə deyək,
dəstəklərlə, bunlarla birlikdə necə deyərlər, yeni bir tələbi yarada bilər. Necə yarada bilər? Buna da baxmaq olar əslində. Belə deyək əziz dostlar, yəni bir dəqiqə. Hə. Deməli əziz dostlar, belə deyə bilərik. Daha çox buna Azərbaycan dilində investisiya deyə bilərik. Bəli, onu dedim mən onsuz da. Dedim bəlkə Azərbaycanla daha fərqli səslənir. İnvestisiya əziz dostlar, dövlət investisiya artıraraq, investisiya vasitəsilə insanların tələbatını artıra bilər. Məsəl üçün, məktəb tikərək, orada işləyəcək insanların tələbat yarada bilər. Onları da işə götürərək insanların əlinə pul keçəcəyi üçün insanlar daha çox alış-veriş edə bilərlər və digər məsələlər olaraq insanlar daha çox gəlir qazana bilər. Simulyasiyanın da imkan verdiyi çərçivədə buna nail olmağa çalışmaq olar. Üçüncü texnolojik inkişafdır. İstehsalatçı belə deyək, daha az insanla daha çox texnologiyanın tətbiq edilməsi ilə daha çox gəlir qazana bilər. Bu da yenə GDP-nin artmağına səbəb olar. Daha sonra əziz dostlar, başqa nə demək olar? Dövlətin yardımı, dövlətin investisiyası, dövlətin subsidiyaları, dövlətin belə deyək, fundamental ehtiyacları azaltmağı, bunun kimi şeylər məsələn, dövlətin belə deyək, müəyyən dərəcədə sahibkarların xərclərini qarşılamaqda effektiv ola bilər. Buna biz Azərbaycan dilində giriş qiyməti deyirik ki, hansı ki, xam mal ehtiyacının qarşılanmağına dövlət müəyyən şeyləri özü qarşılaya bilər ki, bununla da stimul olaraq təşviqat prosesini sürətləndirə bilər. GDP-nin artıq nə olduğunu bilirik, necə artdığını, necə azaldığını bilirik. Dediklərimizin tam əksi GDP-nin azalmağına səbəb olur. Həmçinin Mərkəz Bankın faizləri də aşağı düşdükcə, aşağı çəkildikcə GDP-dəki artış artacaq. Çünki bunun səbəbi əziz dostlar nədir? İnsanlar daha ucuz kredit əldə edəcəklər, pul bolluğu yaşanacaq. Həm istehsalatçılar tərəfdən, həm istehlakçılar tərəfdən. Bu müsbətdir bir yerə qədər. İkincisi əziz dostlar, bunların faizin yüksəlməsi isə tam əksi nəticə verəcək. Burada sonra baxırıq eksportasiya, yəni ixracat. İxracat əziz dostlar, bir mənalı şəkildə bir mal və xidmətin dövlət daxilindən xaricə satılmağıdır. Yəni A dövləti istehsal etdiyi mal və xidməti B dövlətinə satır və yaxud da B dövləti A dövlətinə satır. İxracat isə tam əksinə A dövlətinin B dövlətindən mal və xidmətləri satın almasıdır. Yəni idxal etməyidir ki, bunun qabaqlayıcı rol olaraq gömrük vergisi var. Gömrük vergisi bu balansı qoruyur. Xaricdən gələn malları daxili istehsalatı qorumaq naminə daha da bahalaşdıraraq ölkə sərhədləri daxilinə gətirməyinə imkan yaradır. Həm də oradan gəlir qazanmış olur dövlət. Ticarət balansı isə əziz dostlar, ixracat və idxal arasındakı fərqdir. Ticarət balansımızın müsbət olmağı bizim xəzinəmizin daha çox dollarla təmin olunması ikən, mənfi olması isə bu əlavə bir yük olaraq dövlət üçün problem yaradır. Həmçinin dövlət daxilində pulun dəyəri də itmiş olur. Təbii ki, pulun dəyər qazanmağı və itməyi də müsbət və mənfi tərəfləri var. Məsələn, pul dəyər qazandığında ixracatda geriləmə yaşana bilər. İdxalda isə daha da arta bilər. Yəni, belə hallardan söz edə bilərik. Bunlarda təsir göstəricidir. İqtisadi cəlbedicilik bu il simulyasiyaya əlavə olunmuş ən yenilikçi bir şeydir. Əvvəllər işsizliyin niyə, nə üçün artdığı və s. səbəblər tam bilinməsə də, indi az-çox biz bilə bilirik ki, ölkədə iqtisadi vəziyyət nədir? İnvestorlar üçün hazırlanan analizlərdə müsbət və mənfi tərəflərimiz nələrdir? Bunları görə bilirik. Birinci əziz dostlar, dünya dərəcəsinə baxırıq ki, hal-hazırda Ruanda 39-cu sıradadır cəlbediciliyə görə. Qlobal iqtisadi cəlbedicilikdə isə payımız 52-dən 46.52 qaldı. Gördüyünüz kimi 100 üstündən. Pis deyil 3-cü dünya dövlətinə görə. Xarici dövlətlərlə iqtisadi əlaqələrimiz şirkət vergisi, şirkətlərdən alınır. Production tax, yəni istehsalat vergisi, əmlak vergisi, property tax, average salary, məsələn, burada ortalama maaş, ortalama maaşınız artdıqca demək olar ki, cəlbedicilik
həm arta bilər, həm azala bilər. Payroll tax işdən atma idi səhv etmirəmsə payroll. Bir dəqiqə. Yəni bu payroll tax əzasında bilirsiniz nədir? Social security eee yəni sosial təhlükəsizlik ödəmələrinə gedən bir şeydir bildiyim qədərilə. İş qüvvəsi gördüyünüz kimi yaxşıdır. Çünki işsiz insan sayısı çoxdur. Təxminən 1 milyona yaxındır mən bildiyim qədərilə. Burada ümumi təhsilin səviyyəsi göstərir. Burada layoff'un, işdən çıxarmanın qaydası gördüyünüz kimi illik işləmə saatı hal-hazırda 10 üstündən 9,64 xalıdır. Çünki çox insanlar çox işləyirlər. Tədqiqata ayrılan büdcənin varlığı, yoxluğu, stabillik, təhlükəsizlik çox vacibdir. İnfrastrukturun, network'un olmağı, gömrük vergiləri, sərvət vergisi, enerjinin xərci. Məsələn, bizdə enerji hələ ki ucuzdur. Ona görə də 10 üstündən 8'dir. Birazdan azala da bilər, arta da bilər. Alım gücü isə 2,23'dür. 10 üstündən, yəni çox da yaxşı deyil. Arta bilsə təbii ki, bazar da böyümüş sayıla bilər. Burada OPEC-in müəyyən etdiyi barel qiymətidir dollardan. Buna diqqət etməliyik. Bu artdıqca çünki bizim giriş qiymətimiz dediyimiz xam malımız bahalaşmış olacaq. Bura əziz dostlar bizim dövlətimizin birjasıdır. Burada şirkətlərimizin dəyərlərinin artıb azaldığını müşahidə edə bilirik. Bu qırmızı nöqtə başlanğıc nöqtəsidir. Bunun əgər üstünə çıxırsa, avtomatik olaraq biz danışa bilərik ki, şirkətlərin dəyərində artım var. Yox, altındadırsa əgər, bu onu göstərir ki, dövlət kiçilməyə doğru gedir, şirkətlər dəyər itirdiyi üçün. Bura əsas 10 əsas sektorun satışlarında göstərir ki, satışlarına görə ən böyük 10 sektor burada özünü göstərib. Hal-hazırda baxanda görürsünüz ki, daha çox xam mal satılır. Arasından 1-2 dənə belə xidmət sektorundan, sənayədən olan olsa da kifayət qədər deyil. Kənd təsərrüfatına girə bilərik. Kənd təsərrüfatının hamısında əziz dostlar, bütün bu sənaye, iqtisadiyyata aid sektorlarda hamısında company istədiyimiz yer var. Burada şirkətləri görə bilirsiniz. Məsələn, ən böyük 2-3 dənə şirkət var. Onları görə bilirsiniz. Buradakı payları görə bilirsiniz ki, nə qədər pay var müxtəlif şirkətlərin. Yəni sektor bir şirkətdən ibarət deyil təbii ki. Bir neçə orada sektorda şirkətlər var. Aralarında rəqabət var və güclü olan zəifləri orada əzərək öz dominantlığını qurur. Təbii ki, bu uzun çəkən bir prosesdir. Onu sonra görmüş oluruq. Bura büdcədir. Qida təhlükəsizliyi ilə bağlı yoxlamaların aparılmaqdır. Burada isə orqanik kənd təsərrüfatına verilən dövlət dəstəyidir. Orqanik təhsil əziz dostlar, insanların pis xəstəliklərlə mübarizəsində, sonra onların zərərli bakteriyaların olduğu qidaları təmin etməsinin qarşısını alır. Həmçinin daha təbii yolla istehsal olunur. Monitoring food safety dediyimiz şeydə isə təbii ki, qidanın problemlərini yoxlayır, kimyəvi zəhərlənmə ehtimalının qarşısını almağa çalışır. Kontrakt əziz dostlar, bir malın alınmağı və satılması ilə bağlıdır. Bunu gameplay'də daha detallı göstərəcəm. Actions hissəsi isə artıq birbaşa sektorların vəziyyəti ilə bağlıdır. Burada statistikada məsələn baxmaq olar ki, kənd təsərrüfatı hansı səviyyədədir? Kənd təsərrüfatına baxırıq ki, GDP-dəki payı 5 trilyon 592 milyarddır. GDP-dəki payı isə faizlə 24,8'dir. Active population in agriculture, yəni aktiv əhalinin 64,1%'i kənd təsərrüfatında işləyir. Aktiv əhali əziz dostlar 15 və 64 yaşında adətən hesablanandır. Yəni 15 yaşından etibarən işləmək yaşına çatan hər kəs üçün bu belə görünür. Amma biz 15 yaşından etibarən uşaqların işləməyinin qarşısını almaq üçün və digərlərinin daha gəlir qazana bilmək üçün, işsizliyi müəyyən qədər azalda bilmək üçün 18 yaşına qədər məktəbdə tutma siyasəti izləyəcək. 4 il ibtidai təhsil, 4 il orta məktəb, 4 ildə kollec olacaq. Beləliklə məktəb dövrü tamamlamış olacaq. Biraz geç işsizlik yaranacaq. İxracatımızı, idxalımızı və balansımızın müsbət olduğunu görə bilirsiniz. Burada da orqanik kənd təsərrüfatı ərazisini görürsünüz.
Burada da demək olar ki, az təminatlı deyək, az qida, ac insanlar da belə deyək, az təminatlı yox, bura nə deyirdilər? Hə, qidalanmamış əhali. Yəni az qida belə deyək də, yəni qidasız əhali sayı deyək. Yəni burada gördüyünüz kimi 36,1%-dir, çoxdur, yəni az deyil. Burada da digər sektorları görə bilirsiniz. Məsəl üçün biz bir ölkə üzrə deyək ki, o ölkədən bizim ölkəmizə gələn ixalı qadağan edə bilirsiniz və yaxud da ixracı. Amma təbii ki, bu böyük sizin üçün mənfi nəticələnə bilər. Bu subsidiyadır. Ya bütün şirkətlər üçün, ya da yerli şirkətlər üçün dövlət dəstəyidir. Bu dəstək sayəsində texnologiya inkişafı, istehsalatın artımı, bu sektorun xərclərinin dövlət dəstəyi ilə qarşılanması kimi hallar düşünülür. Təbii ki, real həyatda istehsalatın artırılmağı çox da belə istənilən səviyyədə olmur. Amma onu da deyim ki, taxıla verdiyiniz dəstəyi siz bir il ərzində gözləməyin. Gələn ilin yanvarından yenə baxın. Çünki o nəticəsini göstərməsi üçün o qədər də əkinin əkilməsi lazımdır ki, yeni ildə o hesablar dəyişdirilmiş olsun. Burada bunu görürük. Sonra gömrük vergisi də dostlar, dövlət seçərək o dövlətə gömrüyünüzü artıra bilərsiniz. Hal-hazırda bildiyimiz qədərilə biz 9%'dir. Bir dəqiqə. 9% olmalıdır. Yəni nəsə burada qəribəlik var. O qəribəlik yoxdur. Bir dəqiqə. Burada gördüyünüz kimi 9%'dir. Bütün dövlətlərdən gələn mallara 9%'lik bir fərq var. İxrac vergisi hal-hazırda baqdadır. Hal-hazırda doğru işləmir, onu deyim mən sizə. Bunun vasitəsilə də ölkədə ixracatın azalıb, ölkə içərisində qalaraq qiymətin ucuzlaşmağına şərait yaradırsınız. Həmçinin əlavə gəlir qazana bilərsiniz. Amma hal-hazırda gözləmə modundayıq. Çünki yeni bir təkmilləşmə gələcək və bundan sonra bu özünü doğruldacağı deyilir. Ona qədər mən əl vurmayacağam, açıq deyim. Bundan sonra məsəl üçün export tax-in, yəni ixracat vergisinin altında da borcdan azad etmə var. Azad edərək də yəni bütün şirkətləri ya da sadəcə daxili şirkətləri azad edə bilərsiniz ki, bununla da o dövlətin xərcləri azala bilər. Həmçinin də dövlət təbii ki, buradan gəlir almayacaq. Şirkət vergisini almayacaq, sonra istehsalat vergisini almayacaq və beləliklə bu sektor yuxarı çəkiləcək. Təbii ki, bunu hər dəfə etmək demək o sektorun rəqabətçiliyini də öldürə bilər. Digər tərəfdən bu sektoru istəsəniz, belə deyək, tamamilə dövlətləşdirə bilərsiniz. Təbii ki, bunun xərcini burada hesablamalısınız. B isə milyarddan hesablanır. Yəni başdan milyarddan gedir. Əgər bu 3 yerinə 4 rəqam olsaydı, o zaman onda biz trilyon deyəcəkdik. Gördüyünüz kimi rəqəm çox böyükdür. Bizim elə bir büdcəmiz yoxdur. Bunu da anladığınızı zənn edirəm. Eyni vəziyyət sənayedə də əziz dostlar, eynidir. Nəsə göstərməyin bir mənası yoxdur. Belə deyim ki, kənd təsərrüfatı daha çox sudan və benzindən təsirlənir. Təbii ki, bəzi şeylər də elektrikdən. Siz yəni dövlət olaraq müəyyən şərait yaradaraq, məsəl üçün, deyək ki, su sistemi məsələn sənayenin daxilindədir, burada. Gördüyünüz kimi siz buna dəstək verə bilərsiniz, vergidən azad edə bilərsiniz, qiymətlər ucuzlaşsın deyə və yaxud da bu satış qiyməti ki var, onun müəyyən hissəsini dövlət olaraq qarşılaya bilərsiniz ki, qiymətlər ucuzlaşsın. Məsələn, bura nümunə olaraq baxıram ki, hamısında eynidir, narahat olmayın. Burada məsələn baxanda biz nə görürük? GDP-dəki aktivliyini görürük, paylaşımını görürük, yəni payını görürük. Sonra istehsalatdakı payını görürük, istehlakdakı payını görürük dünyaya görə, ticarət balansını görürük, müsbət ya da mənfi, satışını görürük gördüyünüz kimi. Burada gəlirini görürük, satışdan sonra geriyə qalan xalis gəlirini görürük. Sonra indeksini görürük, gəlirlik indeksini. Bu bir olsa yaxşıdır, yəni hər şey yolundadır. Gəlir vergisini görürük, nə qədər pay alırıq, gəlir vergisindəki payı nə qədərdir, məşğulluqdakı payı nə qədərdir, işləyən insanın sayı nə qədərdir, bunu burada görə bilirik. Sonra sale price bizim satdığımız qiymətdir. Purchase price isə xaricdən bu sektorun
xaricdən ortalama olaraq aldığı qiymətdir. Təbii ki, bu qiymətin üstünə də vergi qoyuruq və müxtəlif vergilərlə, gömrük vergisi ilə və s. ilə birlikdə 2420 42 44 2400 bir dəqiqə 2 nöqtə var, gördünüz değil mi? 2 milyar 424 milyondan vergiden sonra kıymetinin arttığını görebilirik ki bu yani biraz artım olduğunu da gösterir. Hemçinin de daxili sahipkari korumuş oluruq. Daha sonra mesela kent təsərrüfatında bir şey de gösterəcəkdim. Mesela buraya əziz dostlar, sektor infoya girdiğinizde bu sektör için ne lazımdı buradan görebilirsiniz. İkincisi Word Info'ya girdikdə isə burada bu sektorun istehsalatını və istehlakını görebilirsiniz ki, bu dövlətinizin gördüğünüz gibi bu sırada ne kadar ihtiyacı olduğunu gösterir, ne kadar istehsal ettiğini illik gösterir. Burada ticaret balansını gösterir, burada satışlarını gösterir ki, hansı ki daxili və xarici satışlar hamısı buna daxildir. Burada ortalama alım qiymətini, burada satım qiymətini göstərir dostlar. Satdığınız qiymət hər zaman digər dövlətin alım qiymətindən aşağı olmalıdır. Həmçinin alanda da sizin alım qiymətiniz satış qiymətindən belə deyək aşağı olmalıdır ki, orada gəlirli çıxmış olasınız. Həmişə mən əziz dostlar Word Infoya baxanda əgər bu sektorun gələcəyini görmək istəyirəmsə, ən çox istehsal edənlərə baxıram. Əgər istehsal edənlərin sayı artırsa, bunun qiyməti azala bilər, ucuzlaşa bilər, bolluq. Çünki bir şeyin əgər sayı artırsa, qiyməti də ucuzlaşacaq. Tam əksi isə qiyməti bahalaşacaq. Həmçinin mən consumption-a da baxıram ki, əgər bu dövlətlərdə consumption-lar artırsa və bu dövlət bu consumption-ı qarşılayamırsa, məsələn Amerika Birləşmiş Ştatlarında olduğu kimi, Çində olduğu kimi, onda nə olacaq? Digər ucuz dövlətlərdən alımlar başlayacaq. Bu da bizim gəlirimizin artmağına səbəb olacaq. Siz də hər zaman əziz dostlar, xarici ən böyük dövlətləri izləyin ki, onlara görə tələbə görə rəy ala biləsiniz, hazırlıq görəsiniz. Bura daxili tələbatdır. Məsələn, GDP-yə görə bizim kənd təsərrüfatındakı sektorları sıralaya bilərik. Şirkət vergisi ödəməyə görə ən çoxundan ən azına, işlətdiyinə görə, yəni daha çox iş yaradana görə yuxarıdan aşağı, trade balans dediğimiz xarici üstünlüyünə görə, ixrac potensialına görə, alım qiymətinə, satım qiymətinə görə belə ayırıb baxa bilərik ki, hamısında demək olar ki, eynilik təşkil edir. Bu sənaye də belə. Həmçinin bunu göstərmək istəyirəm. Elektrik də əziz dostlar sənaye üçün lazımdır. Girib buradan eyni məntiqli ya bunlardan birini tabii ki öz bütçənizə uyğunlaşdırmalısınız. Hidroelektrik var, atom stansiyası var, hidroelektrik demiştim. Mesela külək enerjiləri var, var yani. Onların ne kadar istehsal ettiğini de buradan görebilirsiniz. Maksimum olarak ama. Yani bunun altında da istehsal edebilirler. O sizin keyfiyyətinizə baxır, gəlirliliyə baxır. Mesela burada görürsünüz ki elektrikte hal-hazırda dövlət nəzarətindədir. Bu bayraq işarəsi üstüne gelende göreceksiniz. Dövlətin payı da hal-hazırda dövlət istehsalatla məşğuldur. Gələrək məsələn elektriğin qiymətində də belə deyək, endirim edərək bir müəyyən hissəsini siz qarşılayıb elektriki ölkədə ucuzlaşdıra bilərsiniz. Məsələn baxırıq ki, ölkənin hal-hazırda 1.18 terabayt ehtiyacı var. Ölkənin isə hal-hazırda maksimum tutumu 1.19'dur. Hansı ki 1.19 olsa tələbatı qarşılayacaq. Amma hal-hazırda 1.13 1.07 istehsal olunur. İşçilerin gücü artırılsa 1.13'e çıkabilir. Belə bir vəziyyət var. Həmçinin burada dismantlementə girib bunları sökə də bilərsiniz ki, bu da ətraf mühit siyasətinizlə əlaqəli ola bilər. Legislation'da da təbii ki biz bu təbii olmayan yollarla qazıntıları yasaklamışıq təbiəti ətraf mühiti qorumaq üçün. Yani enerjide de məsələ bundan ibarət idi. Xidmət sektoruna gəldiyimizdə isə əziz dostlar, xidmət sektorunda bizim üçün ən əsas şey nədir? Nəqliyyat. Nəqliyyat olmadıqdan sonra bizim nədənsə danışmağımız qeyri-mümkündür. Məsəl üçün hava nəqliyyatına girdiyimdə mən production və consumption, imports, exports görə bilirəm. Hal-hazırda görürəm ki, ölkəm, yəni Ruanda'dakı sektor, hava nəqliyyatı sektoru 290.851 ton 1000 kilometre başına ton daşıyabilir ve ihtiyacı ise 152.000 tondu.
Gördüyünüz kimi belə bir vəziyyət var. Məsəl üçün mən bunun üstünə klikləyərək o aşağıda da görəcəyimiz şeyi burada daha detallı, uzun görə bilirəm. Məsəl üçün, hava yolu nəqliyyatı üçün satışı neçədən təklif edir? 364-dən. Gördüyünüz kimi belə bir təklif var. Bu təklifin nə qədərini doğruldacaq, nə qədərini doğrulda bilir, onu artıq zaman göstərmiş olur. Sonrasında, belə deyək, burada başqa nə deyə bilərik? Məsələn, alım-satış qiymətlərini də görə bilirsiniz ki, məsələn, purchase price daha çox belə deyim, yəni xaricdə, beynəlxalq vəziyyətdə sektorların ortalama qiymətidir. Gördüyünüz kimi bizdən ucuzdular. Niyə? Çünki ya benzinləri ucuzdur, ya yol nəqliyyatı yaxşıdır, ya infrastrukturları yaxşıdır ki, ortalama olaraq bizdən daha ucuzdular. Təbii ki, belə olan halda sahibkar da belə deyək, gedib xarici bir şirkətə bunları etdirə bilər. Bu da təbii ki, gəlirlərin daha da azalmağına səbəb ola bilər. Məsələn, trade balansa baxdığımız zaman bunu aydın şəkildə görə bilirik ki, insanlar bunu daha çox, belə deyək, xarici şirkətlərə etdirirlər olaraq da şərh edə bilirik. Təbii ki, bunu araşdırıb daha detallı izah etmək lazımdır. Bu da əziz dostlar, məsələn, kargo belə deyək, nəqliyyatıdır. Burada da məsələn baxanda görürük ki, 64.55-dir, 60.30 da tondur 1000 kilometr başına. Hələ ki qarşılayır. Buna baxanda məsələn görə bilirik ki, burada hələ ki qiymətdə bir artım, dəyişiklik yoxdur. Sonra davam edəndə naval transportation, məsələn, dəniz nəqliyyatı. Burada da görürük ki, dəfələrlə qat-qat çox demək ki, təklif var. Tələb isə hələ ki azdır. Bu belə gedişlə olsa, dəniz nəqliyyatında azalmalara gedilə bilər. Çünki hal-hazırda gəlirli bir sahə kimi dayanmır. Çünki təklif çoxdur, tələb azdır. Qiyməti daha da bahalaşdırmaq adına belə bir yola gedə bilərlər. Bu quru nəqliyyat, dəmir yolu nəqliyyatı da hal-hazırda bizdə inkişaf etməyib ki, buna dair addımlar atmağa çalışacağıq. Burada da qiyməti görə bilirik ki, arada böyük bir fərqlər olduğu diqqətə çarpır. Məsələn, quru nəqliyyatına baxanda, road transportation-a, burada da görürük ki, 600.000 ton, 1000 kilometr başına 600.000 ton daşıya bilər, amma sıfırdır hal-hazırda. Yəni tələbat yoxdur, çünki daha simulyasiya başlamayıb. Zamanla o da düzələr ya da tam mənfi təsir göstərər. Bura baxırıq ki, urban transportation-da hal-hazırda 99.000, 1000 kilometr başına 99.000 deyək, 100.000 ton deyək. Əslində bu ton olmamalıdır, şəxs olmalı, insan olmalıdır, şəhər nəqliyyatı çünki. Hal-hazırda 81.429-u daşıya bilir. Yəni belə bir bacarığı var. Yəni nəqliyyatda da xidmət sektoru da əziz dostlar, gördüyünüz kimi bu məntiqə yaxındır. Burada da xidmət sektoru üçüncü iqtisadi fəaliyyətdir. İnkişaf etmiş dövlətlərdə üçüncü iqtisadi fəaliyyət daha güclüdür. Sonra ikinci iqtisadi fəaliyyət, sənaye daha güclüdür. Yəni güclü deyəndə daha çox işləyən insanların sayı birinci burada çoxdur, sonra burada çoxdur, sonra da burada. Hal-hazırda yəni əhalinin 64.1-i, yəni işləyən əhalinin 64.1-inin burada olmağı bu dövlətin inkişaf etmiş olan bir dövlət olmadığını təsdiq edir. Yəni möhrünü vurur ki, həqiqətən də bu dövlət inkişaf etməmiş bir dövlətdir. Yəni əgər tam əksinə olmuş olsaydı, həqiqətən bundan danışa bilərdik. İndi xidmət sektorundan əvvəl kənd təsərrüfatında apardığımız reformlarla, müəyyən addımlarla birlikdə burada işləyənlərin sayı azaldıqca xidmət sektoruna keçişlərin də sayı artacaq ki, bunu rahat-rahat görmüş olacaqsınız. Sonra əziz dostlar, yeni gələn xüsusiyyətlərimizdən biri turizmdir. Bilmirəm neçə dəqiqə oldu artıq. Bölümü yəqin ki, birazdan 34 dəqiqə olub, hələ ki var. Turizmdə əziz dostlar, turizmdə də həm daxili turistlər var, həm xarici turistlər var. Çox stratejik davranmalısınız ki, turizmi inkişaf etdirə biləsiniz. Məsələn, xaricdən gələn turistlərin sayı 810 mindir. Dünyada ölkəmiz, belə deyək, baxacağım ona indi. Daxili turistlərimizin sayı 364 bir dəqiqə 36.435 nəfərdir. Daxili belə deyək, gəlirimiz 809 milyarddır. İllik belə deyək, dünyadakı payı bu gəlirin 0.02-də azdır, yəni 20.260 nəfər burada işləyir. 2 dənə də bizim belə deyək, abidəmiz dünya UNESCO tərəfindən təsdiq olunub ki, bu UNESCO nə qədər çox təsdiq eləsə, o qədər sizin üçün yaxşı bir
nəticədir. Turizmin statistik tərəfinə baxaq ki, ölkəmizi ekspertlər təhlil ediblər. Deyirlər ki, coğrafik təbii sərvəti, yəni 100 üstündən 15-dir. Sonra dəniz kənarı məsələn turizm 0-dır. Çünki dənizimiz yoxdur. Sonra məsələn cinayət səviyyəsində reytinqimiz 100 üstündən 30-dur. Gördüyümüz kimi təhlükəsizlik nə qədər əhəmiyyətə sahibdir. UNESCO tərəfindən bizim təsdiqlənən, yəni sərvətimiz 100 üstündən 9-dur. Burada məsəl üçün nə deyir? Dağ turizmi məsələn 0-dır. İnsan haqları 100 üstündən 45-dir. Bu yaxşı nəticədir əslində. İnternet, üzr istəyirəm, beynəlxalq tədbirlər gördüyünüz kimi hal-hazırda 0-dır, başlaya bilər. Sonra burada da məsələn leisure infrastruktur, sözü düzgün deyəmədim. Leisure infrastruktur deyək biz buna. Tam tələffüz edə bilmədim. Bu boş vaxt, yəni daha çox tətil infrastrukturu olaraq düşünün. İçində də gördüyünüz kimi nə yazır? Deyir ki, yəni parklar, təbiət parkları, vəhşi həyat. Məsələn, bizdə çox belə şey yoxdur, amma real həyatda var idi. Səhiyyə təhlükəsizliyi məsələn burada 100 üstündən 28-dir. Climate dediyimiz hava temperaturu, sonra günəşlənmək, sonra rainfall dediyimiz, yəni yağış belə deyək. Bunlar da 100 üstündən 70-dir. Yəni hava uyğundur. Məskunlaşma 100 üstündən 0-dır. Məskunlaşma deyəndə nəyə nəzərdə tutulduğunu hələ də bilmirəm ki, böyük ehtimalla bu nə ola bilər? Otellərin sayı olacaq. Nə ola bilər ki? Ona baxacağım indi mən. Expert reytinginə görə isə bizim təbii fəlakət riskimiz 100 üstündən 71-dir. Low cost destination dediyi şey isə ucuz belə deyək də daha yəni ucuz bir destinasyon dediyimiz yəni bir nöqtədir, yəni məntəqədir belə deyək. Yəni insanlar bura ucuz olduğu üçün gəlirmi? Məsələn, bunu dəyərləndiriblər. 100 üstündən 0-dır. Yəni bu da maraqlıdır. Niyə? Nəysə. Nəqliyyatın infrastrukturu məsələn 100 üstündən 17-dir, zəifdir. Terrorizm riski 100 üstündən 116-dır. Yəni 0-dan da daha yaxşıdır. Yəni terrorizm heç yoxdur. Burada da yeməklərdir. 100 üstündən 0. Sonra məsələn nəqliyyatın təhlükəsizliyi 100 üstündən 41. Konflikt zonası, yəni münaqişə zonasında olmağı isə yoxdur. 100 üstündən 100-dür. Yəni cəlbediciliyini bu cəhətdən görə bilirik. Məsələn, məni daha çox maraqlandıran şeylərdən biri bu oldu ki, yataq sayı qarşılayırıq məsələn. İllik 763 belə deyək də gecə satırıq. 315 tələb budur. Yəni yaxşı, daha da yaxşı ola bilərmi? Ola bilər. Budget construction hissəsinə kliklədiyimizdə turizmin artması üçün lazım olan 2 amil və burada da təbii ki müəyyən şeylər çıxır gördüyünüz kimi. Bunlar artdıqca turizm potensialınız da o qədər artmış olacaq. Yəni məbədlərə, heykəllərə dəstək verərək, yəni sonra muzeylərə dəstək verərək bu şeyi artıra bilərsiniz. Events hissəsində isə daxili belə deyək günlər, milli günlər, müəyyən şeylər, məsəl üçün kitab günü ola bilər, sinema günü ola bilər, bütçə seçməlisiniz təbii ki. Beynəlxalq günlər, bunlar da həqiqətən turizmin artmağına səbəb olurlar. Ya da bir dövlətin bir ili o dövlətə həsr edib, o dövlətin ili elan edərək o dövlətlə münasibətlərinizi də yaxşılaşdıra bilərsiniz. Gəldi əziz dostlar, hara? Ətraf mühitə. Yəni ekologiya, bizim dildə desək, Ekologiya Nazirliyinə gəldik. Deməli əziz dostlar, ekologiya barədə başlayırıq artıq analizlərimizi aparmağa. Bura daxil olanda qarşımıza ortalama temperatur çıxır gördüyünüz kimi. Ölkəmizdə hal-hazırda ortalama temperatur 28 dərəcədir. Afrika Birliyi ortalamasında bu 30 dərəcəyə yaxındır. Təbii ki, ərazimizi hesaba qatanda bu normal qarşılana bilər. Amma qlobal iqlim problemi ilə birlikdə, qlobal istilənmə problemi ilə birlikdə heç yaxşı bir nəticə kimi görsənməyə də bilər. Burada təbii ki, biz karbon dioksitin kilotonla belə deyək, miqdarını görürük. 8 milyon kiloton gördüyünüz kimi bir üstündə bir vəziyyət var. Bu da həqiqətən problemi göstərir. Təbii ki, bu problemlə mübarizə aparmaq üçün
Çox dəstəyə ehtiyacımız var, çox sərmayəyə ehtiyacımız var, amma ilk mərhələdə bundan əvvəl bizim necə deyərlər, daha məntiqli addımlar atmamız da lazımdır. Burada adam başına təbii ki, düşən miqdarını görürük. Sonra orqanik, yəni təbii kənd təsərrüfatı sahəsini görürük. Burada eroziyanı görürük. Yəni meşələrin azalması mı, yoxsa artması mı? Baxanda görürük ki, hal-hazırda ölkədə bir şey var, vəziyyət əslində yaxşıdır. Meşələşmə gedir. Yəni burada deyə bilər, yenidən ağac əkmək gedir, amma sürətində biraz azalma var. Burada diqqətli olmalıyıq. Yenilə bilən enerji dediyimizdə, yəni havadan, günəşdən, sudan əldə olunan, belə deyək, elektrikin qiymətidir ki, elektrikin qiyməti dedim, elektriyin payıdır. Nə qədər çox bunlar artsa, o qədər çox ölkə inkişaf etmiş. Həmçinin Birləşmiş Millətlər Təşkilatının 2000, səhv etmirəmsə, 50-ci il strategiyalarına uyğunlaşmaq üçün lazımdır. Bu barədə də xatırlayırsınızsa dedim ki, Birləşmiş Millətlər İqlim Fondu bizə hər il bütçə ayırır və bunu doğru dəyərləndirməyimiz lazımdır. Yenilə bilən enerji baxdıq, yenidən emala baxırıq ki, hansı ki, ev, belə deyək, insanların evlərindən toplanan, belə deyək, yenidən emal artmağa davam edir kimi bir vəziyyət var. Bu da kiloqramla günlük nə qədərinin emal olunduğunu göstərir. Waste dediğimiz şey, bir dəqiqə, israf olmasın maalesef. İsraf, doğru xatırlayıram. Yəni burada da görürük ki, əslində insanlar israfa da yol verirlər. Bu da gözdən qaçmır. Əziz dostlar, yəni israfın da olduğunu görə bilirik ki, buna diqqət etməliyik. Yəni bu vəziyyətə baxmayaraq hələ israf varsa, artıq sözüm yoxdur. İndi gəlirik əsas məsələyə. Gördüyünüz kimi burada klikləyirik. Burada bütün, belə deyək də, qlobal silənmə ilə bağlı, belə deyək, mübarizə qurumudur bura. COP27-də hazırlanır hal-hazırda. COP27-də, belə deyək, hal-hazırda görə bilirik ki, necə bizim emissiyalarımız hardan gəlir? Ən çox sənayədən gəlir, gördüyünüz kimi. İstilik sistemlərindən, elektrik istehsalatı, bina tikinti sektorundan gəlir. Qarşısını necə alırıq? Və sadəcə ağaclar əkərək. Bizim, məsəl üçün, özümüzün, belə deyək, Ruanda hardadır? Hə. Ruanda deyib ki, mən 2050-ci ilə qədər 2050-ci ilə qədər mən bunu 7412-yə endirəcəm. 2050-yə qədər. Hal-hazırda da 8340-dır. Gördüyüm qədərilə. Hal-hazırda Ruanda, belə deyək, vəziyyəti heç yaxşı deyil, gördüyümüz kimi. Ruandanın vəziyyətini yaxşılaşdırmaq lazımdır ki, iqlimə hazır bir vəziyyətə gələ bilək. Bunun üçün də təbii ki, çoxlu yatırımlar lazımdır. Hal-hazırda bizə 52 milyard, gördüyünüz kimi, pul verirlər elə bunun üçün ki, gedək bunu həll etməyə çalışaq. Bunu həll etmək üçün təbii ki, birinci fosil elektrikdən xilas olmalıyıq. Fosil elektriklə yolumuzu ayırmalıyıq. Daha çox yenilə bilən enerjilərə üstünlük verməliyik. Gəldik, əziz dostlar, hara? Bura. Bura, əziz dostlar, çox vacib bir yerdir. Çünki bunları mən görürəm, yəni hər kəs ağzına nə gəldisə elə artırar, belə eləyir, 5 qoyur, 10 qoyur, 15 qoyur. Qəti surətdə, əziz dostlar, belə bir şey olmaz. Olmaz. Niyə olmaz? Onu da izah edim. Çünki akademiya deyilən bir şey var. Elm deyilən bir şey var. Analiz deyilən bir şey var. Biz əgər mən özüm, məsəl üçün, siyasi elmlər üzrə fəlsəfə doktor namizədiyəm, bir il sonra doktor oluram. Məsəl üçün, mən qalxıb burada bəziləri kimi bunu belə etsəm və doldursam buraları, onda mənim onlardan nə fərqim olacaq? Ona görə bu olmaz. Bunları bir-bir anlamalıyıq ki, nəyə xidmət edir? Bizə nə təsir ola bilər? Müsbət və yaxud da mənfi. Necə addım atmalıyıq? Keçid dövrünü necə başlatmalıyıq? Adamlar onda artırardı, elə götürərdi bunu 10 eləyərdi. Olmaz. Başladıq, əziz dostlar, birincidən air pollution'dan. Air pollution nədir? Bütçə artırıldıqda zavod və elektrik stansiyalarında filtr sistemləri məcbur olur. Şəhərlərdə hava keyfiyyəti yüksəlir.
Nəticədə əhali sağlamlığı yaxşılaşır, tənəffüs xəstəlikləri azalır, dövlətin səhiyyə xərcləri orta müddətdə düşür. Orta müddət dediyi isə əziz dostlar 3 illə 5 il biz orta müddət olaraq düşünə bilərik. Yəni nə anladıq burada? Zavodların və elektrik stansiyalarında filtr sistemlərinin artırılmağıdır. Niyə? Onlar daha çox kömür istifadə edir və s. edərək nə edirlər? Gəlir qazanırlar. Amma siz gedirsiniz dövlət olaraq deyirsiniz ki, bundan sonra bitdi. Bundan sonra sən filtr daha çox nəzarət edəcəksən, buna pul ayırırsan, sənin məmurların gedir onları belə deyək, yoxlayırlar. Buna əməl edənləri, etməyənləri müəyyən edirlər və təbii olaraq bu adamlar daha sənin hələ ölkən, balaca bir ölkən var ikən, sənin ölkəndə belə bir sərmayə yox ikən, hələ sən ölkənə sərmayə çəkməyə çalışarkən ki, ölkənə sərmayə çəkmək istəyirsən, belə bir halda sən gedib deyə bilərsən ki, ey əziz insanlar, ey əziz sahibkarlar, mən Ruandaya sizi soxmuram ya da şərtlərim budur, budur, budur. Adamlar gəlməz. Onda nə olar? Sənaye istehsal xərcləri artar, istehsal xərcləri artar, enerji qiymətləri yüksələr, qısa müddətdə iqtisadi artım zəifləyə bilər. Bax, anladıqmı burada? Nümunə olaraq verə bilərik. Kömür stansiyaları dediyim kimi. Kömür stansiyalarına filtr qoymaq həqiqətən çox baha başa gəlir. Yəni bundan əvvəl sizin kömürdən xilas olmağınız lazım. Bu bir. İkincisi, kömür stansiyası deyək ki, istehsal edir, amma qarşılığında nə ortaya çıxacaq? Elektrik qiyməti, nə bunun satış qiymətini artıracaq da, düzdürmü? Çünki adam ora xərc çəkirsə, istər-istəməz onun verdiyi şeyin keyfiyyəti artdığı üçün qiyməti də artacaq. Və bu da elektrikin maya dəyərini artıracaq. Təbii olaraq da ölkədə sənaye, yəni elektriklə işləyən hər şeyin qiymətləri qalxmış olacaq. Sonra kimyəvi çirklənmə. Burada gördüyünüz kimi chemical pollution. Burada əziz dostlar nədir? Kimyəvi tullantılara nəzarət sərtləşir, torpaq və su zəhərlənməsi azalır, uzun müddətdə ixrac standartlarına uyğunluq və əhalinin sağlamlıq göstəriciləri yaxşılaşır. Bu nə qədər qulağa gözəl səslənir, düzdürmü? İnkişaf etmiş dövlətlərin etdiyi şeylərdir, yüksək yaşayış. Amma mənfi tərəfinə baxaq. Kimya sənayesi və intensiv kənd təsərrüfatı üçün istehsal xərcləri yüksəlir, bəzi zavodlar fəaliyyətini azalda bilər. Nümunə, pestisitlərdən, pestisit bilirsiniz əziz dostlar nədir? Pestisit budur ki, daha çox belə deyək də gübrələrdir, dərmanlamalardır, daha çox məhsuldarlığı artırmaq üçün. Amma yanında nə gətirir? Zəhərlənmə gətirir. Bunlar da təbii ki, bununla mübarizəni artıranda nə olacaq? Xərclər artacaq, bəzi zavodlar fəaliyyətini azaldacaq, məhsuldarlıq qısa müddətdə azala bilər, ərzaq qiymətləri isə arta bilər. Ona görə əziz dostlar, çox diqqətli alınacaq qərarlardır bunlar. Üçüncü əziz dostlar, water treatment dediyimiz sistemdir, yəni su təmizlənməsi. Büdcə artdıqca su təmizləyici qurğular yenilənir. İçməli suyun keyfiyyəti yüksəlir, epidemiyalar azalır. Uzun müddətdə əhalinin ömür uzunluğu artır, mənfi tərəfləri nədir bəs? Və nə qədər gözəl danışdıq da, mənfi tərəfi odur ki, ilkin infrastruktur xərcləri çox yüksəkdir, büdcə kəsiri yarana bilər, məsələn, belə bir ehtimal var. Nümunə olaraq da bunu deyə bilərik ki, su yeni təmizləmə zavodunun açılmağı dövlətin borcunu artıra bilər, su tarifləri yüksələ bilər. Yəni suyun bahalaşma ehtimalı ortaya çıxa bilər. Amma mən suyun bahalaşma ehtimalını biraz gözə alaraq, epidemiya riskinin yüksək olduğunu da hesaba qataraq bu addımları atmağa başlamaq istəyərəm. Sonra waste recycling dediyimiz şey var burada. Tullantıların təkrar emalı. Təkrar emal sistemləri inkişaf edir, xammal ithqalına ehtiyac azalır, ekoloji reyting yüksəlir, uzun müddətdə sənaye üçün ucuz ikincil xammal yaranır. Yəni, real həyatda da gördüyümüz kimi, indi adını vermək istəmədiyim süd firmaları var. Bunların hazırladığı payplar, yəni pipetlər artıq keyfiyyətsiz kağızlardan əldə olunur və demək olar ki, əvvəlki kimi deyil. Çünki bunlar xərcini azaldaraq sənayədə işləyənlərin, belə deyək ki, xərcini azaldır, yenidən emalını sürətləndirirlər. Mənfi tərəfi nədir? Zəif sənayələşmiş ölkələrdə iqtisadi qazancı azdır.
bələdiyyə xərcləri artır. Məsələn, plastik təkrar emalı. Neft idxalı azala bilər, amma dövlət subsidiya tələb olunur. Yəni, belə bir şey yaşana bilər. Amma biz hal-hazırda 10 üstündən 5 dəstək veririk ki, bunu da artırmalıyıq sənayenin inkişafı naminə. Garbage production hissəsi var ya da collection toplanması, zibil toplanmasıdır. Məsələn, burada da əziz dostlar, şəhərlər daha təmiz olur və beləliklə demək olar ki, xəstəliklərin də sayı azalmış olur. Bəs yaxşı, mənfi tərəfləri nədir? İstehlak azalır, ticarət və qablaşdırma sektoru zəifləyə bilər deyir. Amma mən bu fikirlə çox üst-üstə düşmürəm, yəni eyni fikirləşmirəm. Məncə daha təmizliyimiz cəhətdən çox vacib bir şeydir. Hava müşahidəsi, supervision, weather supervision dediyimiz şey, bu erkən xəbərdarlıq sistemləri güclənir, sel, quraqlıq və fırtına riskləri azalır, kənd təsərrüfatı və nəqliyyat daha stabil olur ki, dünən İstanbulda yaşanan hadisəni xatırlayanlar bilir. Böyük bir fırtına oldu, keçmiş olsun. Oradakı o weather supervision'ın düzgün işləmədiyini də göstərir. Mənfi tərəfi nə ola bilər? Birbaşa iqtisadi gəliri azdır, siyasi təsiri gec görünür. Bizim üçün siyasi gəlir çox vacib deyil. Əsas odur ki, xəbərdarlığımız daha yaxşı olsun. Nümunə olaraq da belə deyə bilərik ki, sel xəbərdarlığı itkiləri azalda bilər və təbii ki, bu bizə az kompensasiya verilmə vəziyyəti yarada bilər. Protection of the flora. Bitki örtüyünün qorunmasıdır. Bu torpaq eroziyası və səhralaşmanı azaldır. Bioloji müxtəlifliyi qoruyur. Turizm və kənd təsərrüfatı uzun müddətdə fayda görür. Mənfi tərəfi nə ola bilər? Mədənçilik və tikinti layihələri məhdudlaşdırıla bilər. Nəticədə qorunan ərazi elan edilməsi mədən gəlirlərini itirməyə səbəb ola bilər. Bax, nə qədər dərin bir simulyasiyadan biz bəhs etmiş oluruq. Reforestation deyək. Burada isə əziz dostlar, ağaçlaşmadır. Karbonun udulması artır, iqlim göstəriciləri yaxşılaşır, uzun müddətdə sel və quraqlıq riski azalır. Mənfi tərəfi nədir? Qısa müddətdə iqtisadi gəlir yoxdur, torpaq istifadəsi konfliktli yarana bilər. Əkin sahəsində ağac əkilməsi, ərzaq istehsalı azalır. Yəni, ağacları əkərək əkin ərazisinə də girmiş ola bilərik. Məncə çox əhəmiyyətli bir şey deyil. Ağaçlaşmanı artırmalıyıq. Combat noise dediyimiz şey var. Combat noise pollution, səs-küyə qarşı mübarizə deyə bilərik biz buna. Şəhər həyat keyfiyyəti və psixoloji sağlamlıq yaxşılaşır. Həqiqətən, səs-küylü bir ərazi insan psixologiyasına mənfi təsir verir. Gecə uçuşlarının qadağan edilməyi ola bilər. Hava limanı gəliri müəyyən qədər azala bilər, amma məncə bu da düşünülməli olan bir şeylərdən biridir. Heyvanların belə deyək, tullantılarına qarşı mübarizədə də sanitariya və turizm göstəriciləri yaxşılaşa bilər, xəstəlik riski azala bilər. Mənfi tərəfi heyvandarlıq xərcləri artır, ət və süd qiymətləri yüksələ bilər. Tullantı toplama tələbi fermer xərclərini artıra bilər. Tullantı toplama məsələsini biraz araşdıracağam. O mənim üçün həqiqətən biraz belə deyək, maraqlı məsələlərdən biridir. Təbii fəlakətlər də ki, əziz dostlar, bilirsiniz də, yəni nə qədər büdcəniz yaxşı olarsa, təbii fəlakət yaşananda bundan qorunma riskiniz o qədər yaxşı olmuş olar. Ətraf mühitdə müəyyən, belə deyək, qərarlar ala bilərsiniz. Məsəl üçün, karbon dioksidin yəni az artımı üçün müəyyən qərarlardan ala bilərsiniz. Xüsusilə nəqliyyatla bağlı. Deyək ki, çirklilik, yəni hava kirliliyi, çirkliliyi yarananda, pik olanda limit gətirə bilərsiniz. Tutaq ki, avtomobillərdən çıxan bu tullantılara. Və yaxud da deyə bilərsiniz ki, hər gün fərqli alternativ yollarla işləyin, gedin ki, bu tıxac yaşanma riski azalsın. Və yaxud da şəhər mərkəzinə ictimai nəqliyyatla getməyi qərarlaşdıra bilərsiniz. Təbii ki, bunu düşünmək, dərin analiz eləmək lazımdır. İkinci əsas məsələlərdən biri, əziz dostlar, bir mənalı ətraf mühitə də müsbət təsir verəcəklərdən biri avtomobil, yəni elektrikli avtomobillərdə vergi endirimləridir. Yəni bu insanları nəyə sövq edə bilər? Avtomobil, belə deyək ki, elektrikli avtomobil almağa ki, büdcəsini də görə bilirsiniz ki, 5 milyard Ruanda frankı xərci var, büdcəyə kəsiri var, kəsir yarada bilər. Bu da evlərlə bağlıdır ki, burada da həmçinin
evlərin elektriklə, bu yeniləbilən elektriklərlə təmininə şərait yarada bilərsiniz. Bu non-konvensional qaz və nefti, hal-hazırda bu yasaqdır. Amma siz deyə bilərsiniz ki, test etməyə icazə verirəm, amma araşdırmaq yasaqdır. Ya da deyə bilərsiniz ki, gedin edin. Mən tam olaraq non-konvensionalın təbii olmayan qazdır bildiyim qədərilə. Yəni klassik olmayan yollardan əldə olunur. Bildiyim qədərilə bu təbiətə böyük bir ziyan vurur. Ona görə bunu istifadə etmirlər. Construction'da hələ ki heç nə yoxdur, amma parklar tikə bilərsiniz gördüyünüz kimi burada. Dismantle'da da sökə bilərsiniz. Animals, əziz dostlar, çox vacib başlıqlardan biridir. Məsələn, vəhşi həyatı qorumaq prioritetinizdə nə qədərdir? 10 üstündən 2-dir. Bunu artırdıqca ovçularla aranız pisləşə bilər. Yəni konservativ dəyərlər cəhətdən mənfi olar. Çünki konservativlər daha çox ovçuluğa üstünlük verirlər. Siz bununla mübarizə aparanda da onları qarşınızda görə bilərsiniz. Amma turizm üçün müsbətin müsbəti bir şeydir. Buna baxacağıq. Burada məsələn heyvan haqları ilə bağlı məsələlərdir ki, siz yəni deyə bilərsiniz ki, mən bütün heyvan haqlarını tanıyıram ya da heyvan haqlarını tanıyıram, legal statusda verə bilərsiniz ya da tanıyıram və yaxud da nəsli kəsilməkdə olan bildiyim qədərilə heyvanları xüsusi tanıyıram. Burada ovçuluğu məsələn proqnozlaşdıra bilərsiniz ki, ovçuluq necə olsun, nə olsun, falan olsun, filan olsun. Burada da məsələn balanslı da hal-hazırda liberal edib, yəni heç nəyə qarışmıram deyə bilərsiniz ya da azalda bilərsiniz ya da yasaq edə bilərsiniz. Təbii ki, ovçuluğun olmamağı demək, qiymətlərin də uçmağı deməkdir əziz dostlar. Burada da ki, hansı heyvanlara belə deyək, yəni eksperiment aparmağa necə deyim, kömək edirsiniz, daha doğrusu eksperiment aparmağa və yaxud da belə deyək, onların tutulmağına, yəni haqlarla bağlı şeylərdir. Məsələn, battery farming deyək. Battery farming şeydir də deyəsən, xoruz döyüşü idi. Nə idi o? Dəqiqə battery farming. Yəni bunu anlamadım. Battery farm. Hətta yəni şey ola bilər bu. Bir dəqiqə. Yəni sahəm olmayan şeylər haqqında fikir bildirə bilmirəm. Hə, yəni anladım. Bateriya tipli heyvandarlıq. Bunun nə olduğunu inanın ki bilmirəm. Yəqin ki o inkubator deyirik də biz Azərbaycanda daha çox. Yəni onlardır. Yəni burada belə deyək də məsələn heyvanların qurban edilməyinə icazə verirsinizmi? Məsələn burada toyuqların bəzi şeylər var həqiqətən sahəm olmadığı üçün sözlərin tərcümə edə bilmirəm. Yəni cücələrin kəsilməyidir də yəqin ki. Nə olacaqdı bu? Düzgün yoxlayım bir şeydən. Hə, doğrudur. Cücələrin kəsilməyi, test kosmetika üçün heyvanlar üstündə test falan filan, yəni belə ovlanması, məsələn delfinlər də daha çox bunlar. Vəhşi heyvanlar, bunların şeyləri, kürkləri, raising animal for food, dərisi deyəsən, hə? Hə, xəz dərisi. Hamısına icazə var yəni bizim ölkədə. Nəysə, bugün bu bölümdə yəni mən sizə bunları izah edəcəkdim. Gələn bölümdə qaldığımız yerdən davam edərik. Ümid edirəm hər şey sizin üçün aydın oldu. Görüşərik, sağ olun.